Dövlət Təhlükəsizliyi Xidməti, qısa adı DTX, Qax rayonunda əməliyyat həyata keçirib. Rəsmi məlumata görə əməliyyat zamanı Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Qeyd edim ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunub. Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan başqa vəzifəli şəxslərin nədə ittiham olunduğu da məlum olub. Bunlar hamısı rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər. Şübhəli, zalım uşağı. Adam 15 illik icra başçısıdır. Bu zamana qədər onun haqqında 15 tondan artıq şikayət var, elə bir o qədər də pul yığıblar. Mənə də qəribə gələn budur ki, niyə bu zamana qədər işlədib, sonra tuturlar. Ayının bir özəlliyini deyirlər, ovladığı heyvanı çürüdüb, iyləndirib, sonra yeyir. Belə danışırlar, dəqiq bilmirəm, amma bu həbslər Qaxla yekunlaşmaz. Musa Şəkiliyev Əhməd Əhmədzadə ki, mən ona Mürgülü Aliqaq deyirdim, onun xalası oğludur. Əhmədzadənin bir tayı da ya qardaşıdır, ya əmisi oğlu Zaqatalanın icra başçısıdır. Onu da bu günlərdə DTX götürəcək. Mübariz Əhmədzadəyə xəbərdarlıq edirəm. Kabinetində, evində, villalarında gizlətdiklərinin yerini dəyiş. Evdə işlətdiyin qulluqçular DTX-ya hər şeyin yerini dəqiqliklə deyiblər. Lap diş fırçanın da yerini dəyiş. Nəhayət, Əhməd Əhmədzadənin özü. Axı o bunların hamısından çox varlıdır və daha çox pul yığıb, özü də Mərkəzi Bankın köhnə şefi Elman Rüstəmovun qudasıdır. Pulun üstündə oturanlardandır yəni. Bütün Avropa ölkələrində, Amerika qitəsində geniş biznesi var. Yəni bu Əhmədzadə ovu bir-iki qotur icra başçısına görə başlamayıb. Apar nəyin var, ver, canını qutar. Kimə nələri təhvil vermək lazımdır, siz özünüz yaxşı bilirsiniz.